Mən niyə xoşbəxt ola bilmirəm? Siz deyə bilərsiniz. Amma mən bilirəm. Bilirsiniz niyə? Çünki mən balaca uşaq olanda əmim Yaqub bu ağacı kəsirdi belə, bıçaqla yonurdu. Mənim üçün fışdırıq düzəldirdi. Sonra tütək düzəldirdi. Ha bu ağacdan belə. Belə deşiklər də. Əməli başlı tütək. Yəni mən də o tütəkdə çalırdım. Yəni ifa eləmirdim. Mən Azərbaycan dilində çalırdım. Və o tütək. Mən xoşbəxt edirdi. Əmmi də xoşbəxt edirdi. Əmim xoşbəxt olurdu ki, bir balaca uşağı sevindirdi. Nə gözəl. Mənə də xoşbəxt deyil ki, mənim tütəyim var, fışdırığım var. Amma indi mən gedirəm dükana, uşağım mənə, çata mənə fışdırıq al. Mən tütək düzəldə bilmirəm ağacdan. O 15 türdə Çindən tutmuş, Yaponiyadan tutmuş Amerikaya kimi istehsalıda tütək var, fışdırıq var. Mən də onu çatdıra bilmirəm. Bildiniz biz niyə xoşbəxt ola bilirik? Bu çoxluğun, rəngarəngliyin, bu artıq ticari bax, sol beyin yarım kürəsinin pul qazanmaq üçün istehsal elədiyi, bax o dəyərsiz şeylərin axınında biz xoşbəxt ola bilmirik. Bu ağacdır. Mənə bir də Allah rəhmət eləsin cəmi ölənlərə, əmim olsaydı biz xoşbəxt idik. Amma mən oğluma da bu tütəyi düzəldəmirəm. Bizi xoşbəxt eləyən olmayan, olmayan sadə bir səbəb. Vəssalam.